Hoş gördük hər birinizi, əziz izləyicilər, əziz dostlarımız, ucu olan Allahın adıyla sizləri Bərdənin ən böyük kəndi olan Azərbaycanımızın üçüncü ən böyük kəndi olan xeyriyyətçilər yurdu, alimlər yurdu, dahilər yurdu olan Ləmbaran kəndinə hər birini salamlayırıq. Böyük qardaşımız, bizim xeyriyyətçi əmmimiz. Elə o boya xoş gəlmisiniz. Nətərsin, nə var, nə yox? Nətəs. Bizim xeyriyyətçi əmmimiz Əli Əkbər əmi, Əmrahov, rəhmətli Əmrah babanın oğlu. Tanınız, başınız. Xoş gəlmişsiniz Ləmbarana. Sağ ol, gözəl insan, sağ ol. Qadan qadarım. İşlər də yaxşı getdi, eləmiş. Bəli, şükür Allah, işimiz əladır, yüksək səviyyədə. Allah Əlif əmində canı sağ eləsin. Amin. Sizin kimi böyük qardaşlarımızın vətənimizə dəyər verən, dəstək verən bütün xeyriyyətçilərimizə təşəkkür edirik. Minnətdarıq. Ləmbaran kəndində yüksək səviyyədə istər qabırçanlıq olsun, istər yollar olsun və digər sahələr olsun, kəndimiz yüksək səviyyədə abadlaşır, üzü gələcəyin qəsəbəsinə doğru uğurla addımlayır. Amin. Şübhəsiz ki, burada müəyyən sahədə dövlətimizin də böyük dəstəyi var. Əsasən də xeyriyyətçilərimiz dövlətimizin gücünə güc qataraq ana dediyimiz, ata dediyimiz vətənimizi öz şəxsi vəsaitləri ilə vəsait toplayıb, birlik təşkil edib, kəndimizi, elimizi, ovumuzu abadlaşdırıb və nəhayət ki, bu günlərdə də nur saçan işıqla Ləmbaran kəndimizi nura qərq edirlər. Allah Teala da ömrümüzü nura qərq eləsin, əmin, sizləri var eləsin. Sağ ol, Allah sizin sayənizdə. Sizin sayənizdə. Allah canınız sağ eləsin, Allah ömrünüz uzun eləsin. Bizim küçəni də Rizvan qardaşımız təklif elədi. Zəng elədi. Dedi, belə bir fikrimiz var. Dedim, nə gözəl, lap yaxşı. Mən elə 250 razı olduq. Elə sağ olsun, 2 günə də həll elədi. 2-cə gün çəkdi Allah'a. Qəşəyində deyək, gözəllik, Allah canı sağ eləsin. Fəxri də, onun qardaşı Fəxri də o işləri elə sırazda yoluna qoydu. Qəşək də alındı, indi baxırsan adam ürəyi açılır. Rizvan qardaşlar sizin kimi mənim kanalıma, özümə həmişə dəstək verib, kəndimizə dəstək verib və bizə də müraciət etdik ki, müəllim, həm dost kimi, həm də ki, bu işin aparıcısı kimi Ləmbaranda. Olar mı kanalınızdan bu küçəni də çəkəsiniz, işlədirəsiniz? Dedim ki, mənim həm sinif yoldaşı kimi, həm kanal rəhbər kimi borcumdur, həm də vətən oğlu kimi mən sizin nətər xidmətinizdəyəm. Gəldim ki, xidmətimizlə, kanalımızdan çəkək bu küçəni ictimaiyyətimizə təqdim edək. İndi mən siyahını başdan ayağa oxuyacağım. Bu küçəyə kimlər ki, maddi dəstək verir. Elə qardaşlarımızın da şəklini ekranda qoyuram. İnşallah ki, hər kəs görsün və bilsinlər ki, bu işlərdə hansı qardaşlarımızın, hansı xeyriyyətçilərimizin dəstəyi var. Şübhəsiz ki, Ləmbaran kəndində, ümumi kənddə, işıqlandırma sistemində o bütün xeyriyyətçilərimizin zəhməti var. Söhbət indi bu demək Düzən məhəlləsindən İminli, Ələkbər əmigilin, Rizvan qardaşımız girin və Əfqan əmigilin küçəsindən söz getdiyinə görə mən demək ki, kanalda hal-hazırda bu küçədə işıqlandırma sistemində kimlərin ki əməyi var, kimlər bu işə maddi baxımdan dəstək verib, mən həmin qardaşlarımızın adlarını, soyadlarını, ata adlarını səsləndirib, ekranda da şəkillərini qoyub ictimaiyyətə təqdim edirik. Əziz izləyicilərimiz, bu küçənin kimlər ki vəsait toplayıb, bu küçəni nura qərq edib, mən indi isə həmin qardaşlarımızın adlarını, soyadlarını, ata adlarını çəkib, şəkillərini də ekranda qoyuram, hər kəs qardaşlarımızı görsün. Belə gələcək nəsillər də bu videolara baxanda biləcəklər ki, bu küçə üçün işıqlandırma sistemi həyata keçəndə qardaşlarımız dəstək verib. Beləliklə, 12 nəfər bu küçənin işıqlandırmasına vəsait toplayıblar. Onların adlarını indi isə mən sizlərə təqdim edirəm. Əzəmov Rizvan Kərimoğlu, Əzəmov Fəxri Kərimoğlu, Əzəmov Şükür Kərimoğlu, Əmrahov Ələkbər əmi, xeyriyyətçimiz Əmrahoğlu, Əmrahov Cəfərqulu Əmrahoğlu, Əliyev Şirxan Mikailoğlu, Hacıyev Əfqan Cümüşüdoğlu, Gərgahov Eldəniz Vaqifoğlu, Gərgahov Əhməd Vidadıoğlu, Məhərrəmov Zahid Malafoğlu, Gərgahov Vaqif Qasımoğlu. Demək, adını eşitdiyiniz bu 12 nəfər vəsait toplayaraq xeyriyyətçi Ələkbər əmi ilə bir yerdə, Rizvan qardaşımızla bir yerdə və əmi bu işin də burada təşkilatçı kim olur Bakətdə? Fəxri qardaşım. Rizvan qardaşımızın qardaşı, balaca qardaşı, kiçik qardaşı, Fəxri qardaşımıza o bütün nə lazımsa hamısını alıb təşkilləyib, ustalarını da təşkilləyib, bax gördüyünüz kimi küçəni də nura qərq ediblər. Operativ bir gün içində paştəl elədilər. Əmi, indi mən istəyərdim ki, elə siz bu xeyriyyətçilər adından və həm də bu küçədə sizin kətdə ata yurdunuz var. Hal-hazırda biz əmmimiz gelin dərvasına dayanmışıq.
Demək istərdim ki, oradan başlayalım. Harda ki yekunlaşmışsınız, ilk küçədə bir baxış getirək. Olar mı? Hə, buyur Tahir. Oradan başlayırıq eləmi? Buralar kimin dərvazalardır burada? Bax, burada Bax, bura Cümüşd müəllimcənin dərvazasıdır, Cümüşd əmdidir. Buradan əmin bəli. Sizin orada. İkimizinki də oradır. Burada bizim qonşu Namiqgilin. Hə, maşallah. Deməli, bura kimi çəkmişsiniz. Buradan başlamışıq. Hə, bax, buradan başlayıb gedir, üzü bu tərəfə düz. O düzən krantın yanına qədər, krantın da başına su qoymuşuq, indi görəsiniz inşallah. Har, gəl. Hə, gözəl. Hə, ələkbər əmin. Buradan bizim məhlə başlayır. Bax, bura Cümüşdən birindir. Bəli. Birini ora qoymuşuq, birini bura qoymuşuq. Sonra bizim dərvazanın ağzına birini qoymuşuq. Ondan sonra gedir ağzı o tərəfə. Xeyriyyətçi əmilərimiz Hə, bax, bura bizim dərvazadır. Ələkbər əmi, Bax, bax, bu Zəfər Qul əmi, rəhmətlik Mübariz əmi, Əlfə əmi. Hə, hamımızın ata məhləsidir. Hə, bax bu yurtda böyüklər, hə, bax bu yurtda böyüklər məktəbə gediblər. Sonra köçüblər Bakıya köçlərinə baxmayaraq ürəkləri, qəlbləri hələ də vətənimizdədir. Vətənimizin abadlığına dəstək verirlər. Demək olar ayda 3 dəfə gəlib başda demək olar. Bura bir ay gəlməyən ürəyimiz partlayır Allah haqqı. Hər gün də bizdən Həmişə 5 də dəfə gəlir. danışırsınız, dəstək verirsiniz. Həmişə. Əlimizdən gələni də eləyəcəyik inşallah. Allah qoşulmayanlara da insaf versin. Hamı qoşulacaq, hamı çalışır. Hidayət versin, hamı qoşulur. Yavaş. Hə, inşallah hamı qoşulacaq. Bəli. Maşallah buna bax səndən. Gör nə Hə, qəşəng. maşallah. Mədət əmin dediyi kimi elə bir tarqovudur. Maşallah olsun. Axşamınız xeyir. Salam aleyküm. Allah sizi var eləsin. Elimiz obamız nurlanır, kəndimiz nura qərq olur. Bu sağdan mənim sinif yoldaşım, bax kanalıma da 200 manata bir pasdaf qalıb. Hər gecə o peşəkar çəkilişlər olanda Bax bir dənə zəhmət Rizvan qardaşımızın küçəyə də çəkmişik. Bax. Bax bu küçəyə də. hə bu küçə kimin küçəsidir? Bu küçə ilə bəyan adını çəkdiyin Şirxangil, sonra İdadinin uşaqlarıdır, Eldənizdir, Əhməddir. Eldəniz Əhməd qardaşlarımız, Zahid qardaşımız, müəllimin oğlu, Zahid qardaşımız, Şirxan Şirxan Mikail Rəhmət Mikail əminin oğlu. Hamısı öz küçəmiz. Onlar da bu küçədə Orada yaşayır. bağlamışıq, Bax orada kəndimizə də dəstək veriblər. Görəndə Şirxan qardaşımız yanımızda idi. İşçi kollektivinə nə lazımsa alıb getmişdi, dəstəyini vermişdi. Deməli bayaq vurğuladım. Mənim sinif yoldaşım kanalıma da 200 manata bir pasdaf qalır. Hər gecə peşəkar çəkilişlər həmən Rizvan qardaşımızın sayəsində gedir. Bu evdə Rizvan qardaşımızın evidir. Bizim xeyriyyətçi əmmimiz, Ağsaqqal əmmimiz Ləmbaran kəndinin giriş qapısına 15.000 manata yaxın vəsait xərcləyib. Kəndimizə gələn istər dövlət rəsmiləri olsun, istər qonaqlar olsun, bütün insanlar Kərim əminin tikdirdiyi qapıdan keçir. Burada xeyriyyətçi Kərim əmigilin həyətidir, Rizvan qardaşımızın, qardaşları Şükür qardaşımızın, Fəhri qardaşımızın evləridir və bu videonun da çəkilməsinin səbəbkarı bizim dəyərli qardaşımız Rizvan qardaş oldu ki, elə mənə xatırladı ki, müəllim, belə bir video sujet hazırlayarsanmı, elə yaxşı ki, bizim xeyriyyətçimiz Ələkbər əmi də burada oldu. Büyükü bu çəkilişə xüsusi bir gözəllik qatdı, həm də Ağsaqqal kimin yanımızda oldu. Rizvan, belə Allah canını sağ eləsin, ay Rizvan. Sən gözəl bir şey fikirləşdin. Qəşəng də alınıb ha, laf belə ürəyin istəyən, şəhərə oxşuyur. Maşallah olsun, yaxşı fikirləşmisən. Çox sağ ol, elə təklif elədin, biz də razı olduq. Bax, bu da bizim deyil ha, krantımız, gözəl. Ələkbər əmi, bu bulağın təxminən neçə yaş olaraq görər? Vallahi bunun yaşı biz nə bilim, mənim 50 yaşım var, mən gözüm açandan bu buradadır. Hələ də eyni qaydada axır. Hələ də eyni qaydada axır. Gör buradan nə qədər dünyasını dəyişmiş analar, nənələr su götürüblər. Gözəl. Ana bacılarımız buradan su götürür. Hamı ehsan istifadə edir. Məclislər yola salırlar. Həm də bax, buranı təşkil edən insanlara təşəkkür edirik. Ana bacılar burada palto yanında görünməsin deyin. Onların evlərini örtmək üçün belə bir hörgü hörüblər. Dam örtüyünü, yağış yağmasın deyin, dam örtüyünü təşkil ediblər. İnsanlar öz küçələrində, qəlblərindən gələn hörmətlə, izzətlə öz küçələrini abad edirlər. Ömürləri su kimi təmiz olsun, torpaq kimi müqəddəs olsun, hava kimi təmiz olsun. Allah hamınızın ömrünüzə bərəkət gətirsin. Burada magistral düzən məhəlləsi deyilən yerdir. Burada Ələkbər əmigilin küçəsi yekunlaşır. Bu çəkilişimizi xahiş edirik YouTube kanalımıza bəyənin, şərh yazın, like edin və paylaşın. Kanalımıza da abunə olun, şərh yazın, like edin və paylaşın. Mənim dəyərli bir sözüm var. Vətən atadır və anadır.
ataya, anaya da yalnız və yalnız qəlbində vicdan olan, şuurunda zəka olan, yalnız və yalnız qəlbində Allah sevgisi, vətən sevgisi olan mərhəmətli evlatlar xidmət edər. Vətənimizə də, elimizə də, obamıza da biz evlatların borcudur ki, vətənimizi abad eləyək, kəndimizi üzü gələcəyə doğru qəsəbə olsun deyə abadlaşdıraq, əl-ələ verib birlik təşkil edək. Bir daha bu küçəyə də dəstək verən qardaşlarımıza da, kəndimizə də dəstək verənlərə minnətdarım. Allah sana da can sağlığı versin. Allah səni bizə çox görməsin. Bunların hamısı sənin sayəndə olur. Biz də sənin arxandayıq. Sən də başını sal aşağı, kim nə dedi, nə demədi, işini görək. Gözəl yoldasan, gözəl işdəsən. Hə, heç də fikir vermə. Biz özümüz də hər gün o negativ sözlərlə üzləşirik. Yəni fikir vermə, narahat olma, işində ol. Minnətdarım əmi. Sizlər mənə nə qədər etimad edirsiniz. Mən də çalışıyorum həyatımın sonuna qədər bu etimadı, bu etibarı doğruldum. Vətənimizə, dövlətimizə, xalqımıza, millətimizə və bütün xeyrətçilərimizə sadiq olaraq yaşayım ömrümü. Başa vurun məndən sonra da mənim oğlum Tahir bu yolu davam etsin. İnşallah, inşallah. Amin. Allah səni var eləsin, gedən xeyri qalsın, Allah'a emanet. Sağ ol, Allah. Xeyrətçi qardaşımız, mənim sinif yoldaşım Rizvan Kərimoğlu hal-hazırda görüntüdədir. Biz istədik ki, çəkilişimizin yekununda Rizvan qardaşımızın Rizvan qardaşımızın çəkilişi ilə bu çəkilişimizi yekunlaşdıraq. Bir xeyir dua ver bu işlərə də Rizvan. Xeyir dua ver. Sənin çıxışınızla bu çəkilişimizi yekunlaşdırırıq. Mən özünə təşəkkür edirəm. Allah səni var eləsin. Allah bağı Tahir balanı qorusun qardaş. Sağ olun. Orada işləyən bütün zəhmət olan qardaşlara öz təşəkkürümüzü bildiririk, minnətdarımızı bildiririk. Allah sizi var eləsin. Allah sizi elimizdən, obamızdan ərsik eləməsin. Kəndə çox lazımsan, çox dəyərli qardaşdansan. Allah səni var eləsin qardaş. Bax, geçməli. Buyurun, davam edin. Çox təşəkkür edirəm sizə müəllim. Var olasınız qardaş. Allah gördüyünüz işləri xeyir eləsin. Sənin zəhmətin çoxdur. Allah əziyyətin itirməsin qardaş. Var olasın, qadan alım sən. Rizvan qardaşım, sizə də ağsaqqal atanız, bizim xeyrətçimiz Kərim əmiyə də, qardaşlarımıza da təşəkkür edirəm. Ələkbər əmiyə də minnətdaram və bu işə zəhmət çəkən, dəstək verən bütün qardaşlarımıza təşəkkür edirəm ki, Bakıda yaşadığımıza baxmayaraq vəsait toplayıb kəndimizi, öz küçənizi işıqlandırdınız. Allah razı olsun, minnətdarım. Çox sağ olun qardaş, çox sağ olun. Allah elimizi, obamızı qorusun. Allah həmişə işıqlı eləsin. Ona görə də sağ ol. Amin, amin. Sağ ol ay Rizvan, sağ ol qonşu, sağ ol. Sən təklif elədin ey. Sağ ol qızım, sağ ol. Çox sağ ol, sən nə tərsən? Allah səni var eləsin. Sağ ol. Sən böyükdən əziz eləməsin. Salam, nətərsən? Allah əziyyətinizi itirməsin. Sağ ol qardaş, sağ ol. Allah köməyiniz olsun. Minnətdarıq Rizvan, təşəkkür edirik. Allah razı olsun, gecəniz xeyrə qalsın. İnşallah ki, növbəti çəkilişlərdə görüşənə qədər. Eşidirəm. 10 manat başlısı. Bax, bu 10 manata Tahir balaya verilir. Sağ ol, Allah cibini dolu eləsin. Ha? Sağ ol qardaş, Allah köməyiniz olsun. Sağ ol. Müəllim, bu 20 manatı Rizvan Kərimoğlu Allah qazancına bərəkət versin. Sizin kanalınıza dəstək oldu. Bəli, Allah razı olsun, minnətdarım. Bu 10 manatda Rizvan Kərimoğlu Allah qazancına bərəkət versin. Amin. Kamera ilə çəkən Tahir balaya protokol verir. Allah qazancına bərəkət versin. Allah cibini dolu eləsin. Sağ ol. Sağ ol əmi, Allah cibini dolu eləsin. Sonra demək ki, ver baxayım. Videomuz hazırdır, birazdan başlayırıq yayımlamağa. Rizvan Allah qazancına bərəkət versin. Allah canına can sağlığı versin. Allah ömrünü uzun eləsin. Allah sənin babana rəhmət eləsin. Allah cəm ölənlərimizə rəhmət eləsin. Rəhmətli Allah Şirin daima da rəhmət eləsin. Gözəl kişi olub o da. O da vaxtında xeyriyyətli olubdur Şirin dayı. Allah canı sağ eləsin. Səlim dayının qardaşıdır. Qədəmdə dost olma daha çox olanlardır. Səlim dayı, Şirin kişi, Kərim kişi rəhmətli dədəm dost olma dayıçıdır. Bilmirəm bilirsən yoxsa bilmirsən. Allah hər birinin canını sağ eləsin. Allah sənin də canını sağ eləsin. Elə Şirin dayı özü vaxtı ikən xeyrətçi bir insan olub. İndi bilmirəm, bilənlər bilir, bilməyənlər bilmir. Köynəklər bilir. Şirin kişi çox yaxşı bir insan olubdur. Allah rəhmət eləsin. Cəm ölənlərimizə, yerdə qalanlara can sağlığı versin. Allah sənin başından töksün. Yəni qəşək təzə pullar, taleyin sözü olmasın. Talih deyir nəyi? Pul, təzə pullar, dollar, 100'lüklər, 200'lüklər, 500'lüklər. Allah canını sağ eləsin. BMT TV Bakşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir.
Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.